Salam, bugün sizə 7-ci sinif biologiyadan 2.1 orqanizmin təşkil səviyyələri mövzusunun izahını verəcəm. Açar sözlərimiz hüceyrə, toxuma, orqan, orqanlar sistemi, orqanizm. Soldakı şəklə diqqət yetiririk. Bu orqanizmlər quruluşuna görə bir-birindən necə fərqlənir? Orqanizmlərdən birincisi gəmiricilərə aiddir, ikincisi isə bakteriyadır. Gəmirici çox hüceyrəlidir. Onda hüceyrələr ixtisaslaşıb toxumaları, toxumalar orqanları, orqanlar orqanlar sistemini, ən sonunda isə vahid bir orqanizm əmələ gəlir. Bakteriya isə bir hüceyrələrə aiddir. Çox hüceyrəli orqanizmlərdə oxşar hüceyrələrin birgə fəaliyyət göstərməsinin əhəmiyyəti nədir? Çox hüceyrəli orqanizmlərdə hüceyrələr ixtisaslaşaraq toxumaları əmələ gətirir. Toxumalarda birləşərək orqanları yaradır. Ümumiyyətlə, bütün canlı orqanizmlər hüceyrələrdən təşkil olunub. Bir hüceyrəli orqanizmlərə amöb, evqlena, bolvoks, infuzor tərliyi misal göstərə bilərik ki, onlarda həyati proseslər həmin bir hüceyrə tərəfindən icra olunur. Çox hüceyrəli orqanizmlərdə isə hüceyrələr qruplaşırlar və toxumaları yaradırlar. Gəlirik fəaliyyət hissəyə. Orqanizmin təşkil səviyyələri verilib. İşin gedişi. Şəkilləri diqqətlə nəzərdən keçirin. Onları 3 qrupa ayıraraq cədvəli tamamlayın. Cədvəldə göstərilən şəkillərin nömrəsinə əsasən qrupları adlandırın. Müzakirə edin, şəkilləri ən sadə səviyyədən ən yüksək səviyyəyə qədər necə yerləşdirmək olar. Deməli, cədvəlin birinci sütununda 2 verilib bizə. 2-yə nə aiddir? Baxırıq, ağciyərlər göstərilmişdir. Deməli, orqanlar. 2-yə aid olmalıdır orqanlar. Orqanlar hansılardır burada? 2-dir, 1-dir, bir də 4-dür. Cədvəlin birinci sütununda yazacaqsınız ki, 2, 1, 4. İkinci sütunda sual işarəsinin yerinə 5 yazılıb. Eritrosit hüceyrəsi göstərilib orada. Deməli, hüceyrələri tapmalıyıq. Hüceyrələr isə 5, 6 və 3-dür. İkinci sütuna aid olacaq 5, 6, 3. Üçüncü sual işarəsi olan yerdə isə 7 verilib. Baxın, toxumanın şəkli verilib. Deməli, toxumaları tapmalıyıq. Onda olacaq 7, 8 və 9. Belə bir sxem nəyi göstərəcək? Belə bir sxem orqanizmin təşkil səviyyələrini bizə göstərir. Daha sonra birinci sualda isə deyir ki, şəkilləri ən sadə səviyyədə ən yüksək səviyyəyə qədər necə yerləşdirmək olar? Ən sadə səviyyədə necə yerləşdirmək olar? Ən sadə səviyyədə hüceyrələr olmalıdır. 3, 5, 6. Daha sonra isə 7, 8, 9, yəni toxumalar. Ən sonunda isə 1, 2, 4, yəni orqanlar olmalıdır. Hüceyrə nədir? Hüceyrə canlı orqanizmin ən kiçik quruluş və inkişaf vahididir. Hüceyrə ən kiçik olmasa da, yəni ən kiçik isə orqanellərdir, molekular, atomlardır, ölçüsünə görə daha kiçikdir. Canlı orqanizmin ilkin təşkil səviyyəsi hüceyrədir. Çox hüceyrəli orqanizmlərdə hüceyrələr ixtisaslaşırlar, toxumaları əmələ gətirirlər. Toxuma nədir bəs? Toxumalar quruluşuna və mənşəyinə görə oxşar olan, eyni funksiyanı yerinə yetirən hüceyrələr və hüceyrəarası maddələr qrupudur. Bitki və heyvan orqanizmində müxtəlif toxumalara rast gəlirik və toxumalar birləşərək orqanlar əmələ gətirir və orqanlar da öz quruluşuna görə, formasına görə bir-birindən fərqlənirlər. Bitki orqanlarına misal olaraq kök, gövdə, yarpaq, çiçək, meyvə, toxumu misal göstərə bilərik. İnsan orqanlarına isə məsələn ürək, qaraciyər, dalaq, böyrək və s. misal göstərə bilərik. Müəyyən funksiyanı yerinə yetirmək üçün birlikdə fəaliyyət göstərən bir neçə orqanlar sistemini əmələ gətirir. Məsələn, ürəkdir, qan dövranı sisteminin orqanlarıdır. Ürək və qan damarları qan dövranının sisteminin orqanlarıdır. Yəni, orqanlar birləşir, orqanlar sistemini yaradır. Və s. Məsələn, ağız, udlaq, qida borusu, mədə, bağırsaqlar birləşərək həzm sistemini yaradır. Bunu da misal göstərə bilərik. Yəni, bir neçə orqan, eyni funksiyanı yerinə yetirən, oxşar funksiyanı yerinə yetirən orqan birləşərək orqanlar sistemini əmələ gətirir. Orqanlar sistemi də birləşərək vahid bir orqanizmi yaradır. Bitkinin orqanlarına baxaq, daha doğrusu bitkinin toxumalarına baxaq. Ötürücü toxuma, əsas toxuma, örtük toxuma. Heyvanın toxumalarına baxaq. Heyvanlarda isə toxumanın 4 növü var. Epiteli toxuması, əzələ toxuması, Düşün, müzakirə et, paylaş. İnsan ürəyinin quruluşunda əzələ və sinir toxumalarına rast gəlinir. Əzələ hüceyrələrinə başlayaraq orqanlar sistemindəki təşkil səviyyələrini müəyyən edin. Deməli, əzələ hüceyrəsi birləşir, eninə zolaqlı ürək əzələ toxumasını yaradır. O da birləşir, ürəyi yaradır, yəni orqan olaraq ürəyi yaradır.
Daha sonra öyrəndiklərinizi tətbiq edin. İnsan qaçarkən bəzi orqanlar sistemi birgə fəaliyyət göstərir. Sizcə bu hansı orqanlar sistemləridir? İnsan qaçarkən dayaq hərəkət, qan, tənəffüs və sinir sistemi fəaliyyət göstərir. Bu sistemlər bir-birinə necə kömək edir? Bu sistemlər bir-birinə köməkli göstərir və bir-birini tamamlayır. Məsələn, bu zaman sinir sistemi siqnallar göndərir əzələlərə, tənəffüs sistemi oksigen verir və daha sonra isə qan dövranı isə bu zaman həmin oksigeni toxumalara, hüceyrələrə çatdırır. Beyin tərəfindən idarə olunan birgə fəaliyyətlərə aid başqa nümunələr göstərə bilərsinizmi? Çox nümunə göstərə bilərik. Məsələn, yemək yemək. Yemək yemək zamanı ağız, mədə, bağırsaq beyin tərəfindən idarə olunur. Danışmağı misal göstərə bilərik. Danışmaq zamanı sinir, tənəffüs, əzələ sistemi birgə fəaliyyət göstərir. Öyrəndiklərinizi yoxlayın. Ən kiçikdən ən böyüyə doğru ardıcıllığı müəyyən edin. Neyron sinir hüceyrəsidir. Deməli, neyron sinir hüceyrəsidir. Sinir hüceyrələri birləşir, sinir toxumasını yaradır. Onlar da toxumalar birləşir, onurğa beyni də sinir sistemini, ən sonunda da pişik. Yəni, birdə olacaq A variantı. Orqanlar sistemi təşkil edən hər bir orqan eyni funksiyanı yerinə yetirirmi? Xeyr, eyni bir funksiyanı yerinə yetirmir. Məsələn, ağızda, belə deyək, ağızda dişlər var. Dişlər qidanı mexaniki dəyişikliyə uğradır. Daha sonra ağızda olan fermentlər qidanı deməli kimyəvi dəyişikliyə uğradır. Udlaq nə edir? Udlaq qidanı qida borusuna doğru ötürür və s. Yəni bir-biri ilə eyni funksiyanı tam yerinə yetirmirlər.